Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu kardeşler. Allah razı olsun. Bizi kabul ediniz. Konak ettiniz. Allah sizden razı olsun. Malınıza bereket versin. O ki qaldı nəsihətə. Peyğəmbər sallallahu aleyhi ve sellemin çox nəsihətləri var. Və gözəl nəsihətlərdən biri Abu Hurayra'dan rivayət olunur. Necə Səhih Müslimdə gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur: "El-mu'minul qavi xeyrun və ahabbu ilallah minel mu'minil zayıf." Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, güclü mömin, zəif mömindən daha xeyirli və Allah üçün daha sevimlidir. Və bunu deməklə Peyğəmbər sallallahu aleyhi ve sellem göstərir ki, mömin, müsəlman gərək güclü olsun. Və burada güc, qardaşlar, bədən gücü deyil, əzələ gücü deyil. Burada güc, yəni güclü iradə sahibi olmaq deməkdir. Güclü iradə sahibi. Yəni sən güclü iradə sahibi olsan, hər xeyrə nail olacaqsan, hər bir şeydə. Yəni elmdə də iradən güclü olsa, qabağa gedəcəksən, çox elm alacaqsan. İbadətdə iradən güclü olsa, çoxlu ibadət edəcəksən. Və həmçinin xeyir işlərdə insanlara kömək eləmək, kasıblara, imkansızlara əl tutmaq, kömək etmək. Bu şeylər üçün, bütün xeyir işlər üçün qəti iradə lazımdır. İradə güclü olmalıdır. Və güc də o deməkdir. Ona görə, qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem burada bizə göstərir ki, möminlər eyni deyil. Və həmçinin bu hədis onu göstərir ki, iman qalxır və düşür. İnsanlar imanları fərqlidir. Və lakin Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verir ki, kim Allah üçün çalışırsa, o Allah üçün daha sevimlidir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem baxın nə deyir? Ahabbu ilallah. O insan daha Allah üçün sevimlidir. Biz əslən qardaşlar nəyə görə yaşayırıq bu dünyada? Allahın razılığını qazanmaq üçün. Bizim müsəlmanların məqsədi dünyada budur. Allahın razılığını qazanmaq və onun nəticəsi ilə cənnətə düşmək. Budur. Ona görə mömin qardaşlar gərək tənbəl olmasın, zəif olmasın. Deməsin ki, bunu bacarmayacağım, mən zəifəm. Yox, əksinə çalışmalısan ki, birinci olasan hər xeyir işdə. Ona görə Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur: "Və fi zəlik fəliyətənəfəsil mütənəfisun." Bunda, yəni xeyir işlərdə qoy rəqabət aparanlar rəqabət aparsın. Görürsə, insanlar bugün bir-birinə rəqabət aparırlar dünyavi şeylərdə. Kim hansı maşını alacaq, kim hansı paltar giyir, kim hansı vəzifə tutur. Hamısı dünyadır. Lakin Allah Subhanahu wa Ta'ala nə deyir? Deyir, bu, məhz xeyir işlərdə bir-birinə rəqabət aparın. Və sahabələr də Peyğəmbərin sallallahu aleyhi ve sellem belə edirdilər. Hamı istəyirdi öz qardaşını ötsün, keçsin xeyir işlərdə. Ona görə də mömin gərək çalışsın, Allaha yaxın olsun, sevimli olsun. Nə etməlidir bunun üçün? Güclü iradə sahibi olmalıdır. Xeyir işlərdə qabaqda getməlidir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem sonra buyurur ki, və fi kullin xeyr. İkisində də xeyri var. Çünki o burası da mömindir. Zəif olsa da, o burası da mömindir. Ona görə sən əgər, bu qardaşlar ən təhlükəli şeylərdən nədir? İbadətə görə və ya elmə görə təkəbbürlük etmək. Öz qardaşına yuxarıdan aşağı baxmaq. Bu gecə namazları durmur. Bu elmə həris deyil. Bu sünnətləri qılmır, zəifdir. Bu filan günah edir, zəifdir, saqqal saxlamır, belədir. Yuxarıdan aşağı baxmaq. Olmaz. Bu necə alimlər buyurur, ən təhlükəli təkəbbürlükdür. Çünki təkəbbürlük nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem vəsf edib, şərh edib, deyir, batarul haqq və qamdun nəs. Yəni, haqqı rədd etmək, qəbul etməmək və insanlara yuxarıdan aşağı baxmaq. Və ibadətə və elmə görə gəlsən, yuxarıdan aşağı baxırsa insanlara, bu ibadət və bu elm sənə fayda vermir. İmam Şafi Rahimullah deyərdi ki, nə qədər elm çox alırsan, daha da çox təvəzzükar olasan. Təkəbbürlü getsin səndən. Baxın, iblis Allah'a asi çıxdı.
Nəyə görə? Öz ibadəti ilə və öz elminə güvəndi. Dedi, mən daha xeyirliyim Adəmdən. Mən də xeyrun minhu. Mən ondan xeyirliyim. Xalaqtəni mindən, o xalaqtəni min tin. Məni oddan yaratdın, onu isə palçıqdan. Elmi istifadə etdi. Öz elmi dəlil gətirdi. Demək ki, ondan da qabaq, mələklərin yanındaydı. İbadət eləyirdi. Ona görə təkəbbürlük etdi. Bu kimdir? Bu hansı palçıqla yaranıb? Heç ibadət eləməyib, mənim keçdiyimi keçməyib, mən bildiyimi bilmir. Necə mi onu səcdə edib? Yəni Adəmə. Ona görə qardaşlar, elmə görə və ibadətə görə təkəbbürlük etmək ən təhlükəli təkəbbürlükdür. İblisin təkəbbürlüyüdür. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Və fi kullin xeyr." Hər mömində xeyir var. Hətta zəif mömində də bir xeyir var. Çünki onun imanı var. Onda la ilahe illallah var. O tövhid əhlidir. Sonra da Rasulullah sallallahu aleyhi və səlləm hədisin davamında deyir ki, "İhris alə mə yenfəuk." Yəni can at. Görürsünüz, burada deyir ki, güclü mömin daha xeyirlidir. Burada isə başa salır, güclü mömin necə olmalıdır? Deyir, sənə nə fayda verir, ona can at. Həris ol ona. Sənə nə fayda verir, ona can at. Və deyir ki, acizlik görsətmə. Və lə tə'ciz. Yəni, acizlik görsətmə. Və bu bizə nə öyrədir, qardaşlar? Yəni, mömin həmişə hədəfi olmalıdır. O hədəfə çatmaq üçün əlindən gələni eləməlidir. Və israrlı olmalıdır. Zəif olmamalıdır. Mən bunu bacarmayacağım, gücüm çatmır və s. Yox. Ona görə baxın, subhanallah, sahabilərə. Peyğəmbər sallallahu aleyhi və səlləm hərdən bir dənə sahabəyə deyirdi ki, get filan dili öyrən, tərcüməçi lazımdır. Necə rivayət olur bəzi sahabələr. 4-5 aya bir dənə dil öyrənirdilər. Yəni, onların vaxtında hansı inkişaf var idi, istər hərbi, iqtisadi, dillər və s. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm əmr eləyirdi və hətta Peyğəmbərdən sonra neydə xeyir var idi müsəlmanlar üçün? Onlar o şeyə ən tez çatırdılar. Çünki qəti iradə var idi. Gedirdilər hədəfə. Zəifçilik görsətmirdilər. Ona görə qardaşlar, mömin insan gərək heç vaxt deməsin, mən bacarmayacağım, alınmır, zəifəm, tənbələm, yaraşmaz. Əksinə, qabağa getməlisən, çalışmalısan, nail ol xeyrə. Niyə görə sənin qardaşın, məsələn, Quran oxuya bilirsən, Quran oxuya bilmirsən? Mənə özünə sual ver. Niyə? Mənə də Allah yaratdı, necə onu yaratdı? O doğulub Quran kəlimi oxuya bilmirdi ki. Özünə hədəf qoy, mən də Quranı öyrənməliyəm oxumağı. Və yaxud da ibadətdə, nəyə görə filan qardaş birinci, dördüncü oruç tutur, mən tutmuram. Yəni, həris ol. Və Peyğəmbər sallallahu əleyhi və səlləm görün nə deyir? Deyir, nə sənə fayda verir? Əslində, qardaşlar, insanların çoxu can atır bir çox şeylərə. Amma o şeylərin çoxsu fayda vermir. Ona görə də əməllər və ya hədəflər üç növdür. Ya sənə zərər verir, ya sənə fayda verir, ya nə zərər, nə fayda verir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm burada göstərir ki, o şey ki, fayda verir, ona fikri ver və ona can at. Yəni, sənə əgər zərər verirsə, bunu çəkin. Məsələn, sigaretdir, içkidir, musiqidir, bunlar fayda verir, bunlar ancaq zərər verir. Bunları çəkin. Bəzi şeylər var, orada nə xeyir var, nə də ki, ziyan var. O, məsələn, xəbərlər oxumaq, müəyyən bir xəbərlər, hansı ki, sənə aid deyil. Hansı bir söhbət eləmək. Eləmək olar, lakin çox eləmə. Yəni, ona can atma. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, can at. Sən çünki hətta o əməlləri, hansı ki, nə orada savab var, nə günah var, onları da ibadətə çevirə bilərsən. Necə? O əməlləri ibadət üçün edirsən. Ona görə Əbu Zar radiyallahu anhu deyir ki, mən necə ki, qiyam qılıram, gecə namazı qılıram və ya ümumiyyətlə namazlar qılıram, Allahdan savab umuram ki, Allah mənə savab yazacaq bu əməllərə görə. Deyir, eyni şəkildə yatanda da, yatmağımda savab gözləyirəm Allahdan. Necə? Necə insan yatır, dincəlir, necə savab var? Çünki deyir, yatmağımın səbəbi, niyyəti güc yığıb xeyir işlər eləməkdir. Ona görə hətta mubah əməli sən ibadətə çevirə bilərsən. Və Peyğəmbər sallallahu əleyhi və səlləm görürsən nədir? İhris alə mə yenfə, yəni can at xeyir, sənə xeyir verən işlərə. Ona görə həmişə bax, bu şeydə, bu əməldə mənə xeyir varmı? Varsa elə. Məsələn, idman. Görürsən, idman xeyir verir.
bədənini gücləndirir. Can at. Və ondan da mühüm şeylər, ibadətlər, qohumluq əlaqələri, ata-anaya yaxşı münasibət bəsləmək, qohumlara, böyük ağsaqqallara hörmət eləmək, öyrətmək bilməyənləri, gör nə qədər xeyir işlər var, can at o şeylərə. Və lakin insan o vaxt ki, subhanallah, öyrənir can atmağa bir şeyə, çünki adətən can atan insan çox şeylərə nail olur çox vaxt. Artıq onda o güclü iradə əmələ gəlir, hansı hədəf qoyur, çatır ona. İsrarlıdır. Və burada insana özündən razı olmaq xəstəliyi gəlir. Mən deyir. Mənəm, mən özümü hədəf qoydum, mən istədim, oxudum, mən nail oldum, mən. Adətən belə olur. İnsan ki, hədəfləri çatır, ona ucub deyirlər. Özündən razı olmaq. Ucub gəlir ona. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem ondan sonra dərhal nə deyir? وَاسْتَعِنْ بِاللّٰهِ وَلَا تَعْجِزْ Allah'tan kömək istə. Yəni, bil ki, Allah sənə verir. Demə, mən. Ona görürsən, subhanallah, bu məsələdə ifrat və təfrit var. Bəzi insanlar çağırırlar bugün, özünə koç deyənlər, psixolog deyənlər və s. Deyirlər, sən ancaq özünə etimad elə. Ancaq deyirlər ki, mən eləyəcəm onu. Ha? Bir tərəfdən, yəni heç kimdən istəmə, heç kimdən özünə güvən. Özünə güvənmək deyirlər onu. O bir tərəfdən bəzilə deyirlər ki, yox, mən heç eləməyəcəyim, Allah mənə ruzu verəcək, oturacağım belə evdə, Allah verəcək. İkisi də ifrat təfritdir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem ikisini də əmr elədi. Can at, xeyir işlərə, işləyirsənsə, pul qazanmaq lazımdır sənə, ailə saxlayırsan, can at. Və lakin özündən arxayın olma. وَاسْتَعِنْ بِاللّٰهِ Allah'tan istə köməyi. Çünki Allah istəməsə, sən heç bir şeyə nail ola bilmərsən. Yuxudan dura bilmərsən. Nəfəs ala bilmərsən. Onu görürsünüz, biz Fatihə surəsində, namazda, gündə neçə dəfə deyirik ki, İyyəkə nə'budu və iyyəkə nəstəyin. Yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik. İki şey. Xeyr iş, ibadət edirik, lakin eyni zamanda yaddan çıxartmırıq ki, sən Allahım, mənə kömək etməsə, mən heç ibadət edə bilmərəm. Nə qədər insanlar var, bəlkə indi bəzilə tanıyırıq. Məsələn, namaz qıla bilmir, xəstədir. Otura qılır. Görürsən, Allah sənə güc verirsən o namazı, Peyğəmbər sallallahu aleyhi ve sellem qıldığı kimi qıla bilirsən. Bəzi insanlar eləyə bilmir. Ona görə hər bir əməldə, hətta xırda əməldə, görürsünüz, bizə Peyğəmbər sallallahu aleyhi ve sellem nə öyrədir? Deyir, Bismillah. Adi çörək isə Bismillah deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. Yəni, Bismillah nə deməkdir? Yəni, Rəbbim, səndən kömək istəyirəm. Səndən bərəkət istəyirəm bu yeməkdə, içməkdə, xeyir əməldə, evdən çıxanda. Mesela Bismillah, tavakkaltu alallah, la havle ve la kuvvete illa billah. Evden bari çıkan diyorsun ki, yalnız sana tevekkül ederim Rabbim. La havle ve la kuvvete illa billah. Ancak güç, güdret sahibi sensen. Yani hiçbir haldan hala insan değişebilmez Allah'ın izni olmasın. Ona göre mümin hemşe buna itikad etmelidir. Ne baş verir, hansı xeyrə nail olur, hamısı Allah'tandır. Hatta sende eğer güçlü irade varsa, bu da Allah'tandır. Bu da Allah'tandır. Ona görə bir dənə bədəvidən bir dəfə soruşdular. Deyir ki, sən necə Allah'ı tanıdın? Necə bildin ki, Allah var? Deyir, yəni Allah'ın möcüzələri çox. Amma deyir, fikirləşdim insanların iradələr barədə, iradə barədə fikirləşdim. Hərdən deyir, insana bir dənə gəlir iradə, istək, işləyir. Hərdən bir dənə tənbəllik gəlir, heç nələmə istəmirsən. Səbəbsiz. Deyir, o barədə fikirləşdim. Başa düşün ki, bu ancaq Allah'da ola bilər. Mən eyni insanım. Görürsən, bir gün işləmək istəyirəm, çalışmaq istəyirəm, bir gün bir tənbəllik, heç nələmə istəmirəm. Amma sağlamam. Bu da Allah'tandır. Hətta qəti iradə, güclü iradə, o da Allah'tandır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Vəstəin billah", yəni Allah'tan kömək istə. Sonra deyir ki, "Və la təciz", zəiflik göstərmə. Zəiflik göstərmə. Ona görə mömin gərək həmişə çalışsın, qabağa getsin. Və hərdən sən can atırsan xeyir işlərə, hərdən görürsən bütün vasitələrə can atırsan, çalışırsan o məqsədə çatasan, lakin çata bilmirsən. Olur belə? Olur. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir hədisin davamında? Deyir: "Və in asabaka şey'un" Birdən sənə başqa bir iş gəldi. Hansı ki sən istəmirdin. Ya nail olmadın, ya başqa bir iş gəldi. "Fələ təqul" demə: "Ləv enni fəaltu kana kaza və kaza." Mən belə eləməsəydim, onda bu olmazdı. Ya belə eləsəydim, onda bunu eləyə bilərdim. Deyir, belə demə. Nəyə görə belə demə? Çünki sən Allah'a etiraz edirsən. Allahın qədərinə.
Sən can at. Lakin bil ki, hər şey Allahın əlindədir. Və Allah subhanahu wa ta'ala sənə nəsə verməyəndə burada bir hikmət var. Ona Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, nə deyirəm? Deyirəm, qadarullah və mə şəfəə. Deginən, Allahın qədəridir. Nə istəyir Allah eləyir. Subhanallah. Görürsün, bu hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bizə öyrədir. Ən gözəl şəkildə Allah'a təvəkkül etmək və eyni zamanda əməl eləmək, hərəkət etmək. Bir çox insanlar təvəkkülü tənbəlliklə, yəni təvəkkül mənası bunlarda tənbəllik mənası. Yəni Allah'a təvəkkül, yəni heç eləməmək. Və bəzi insanlar dediyimiz kimi, nəsə eləmək, yəni Allah'a təvəkkül etməmək deməkdir. Özünə təvəkkül etmək, özünə etimad etmək. Yox, bu iki şey səndə olmalıdır. Ona görə xeyir işlərə can at, nəsələ fayda verir, əməl elə, lakin alınmayanda da üzülmə. Deyilin ki, bu Allahın qədəridir. Çünki sən möminsən, Allahın qədərinə iman gətirmirsən. Nə baş verir, qardaşlar, bu mühümdür. Nə baş verir? Biz başa düşməliyik ki, Allahın qədərinə baş verir. Hətta o şey xoşumuza gəlməsə də. Bu bir. İkincisi də çox mühüm, yəni qədəri imana bağlıdır bu. Nə baş verir? Allahın qədəri ilə baş verir və Allah subhanahu wa ta'ala bizə həmişə xeyir istəyir. Çox insan, çox müsəlman nədir? Allahın qədəri ilə oturub səbir edəcəmindir. Bilirəm ki, Allahın qədəridir. Aydındır ki, səbir edəcəksən. Çünki səbir etməsə günah qazanırsan. Və lakin neyi unudurlar insanlar? Unudurlar ki, Allahın qədərində sənin üçün xeyir var. Allahın qədəri rəhmətdir sənə. Allahın bütün əməlləri xeyirdir. Ona görə hətta sənə xoşuna gəlməsə də, bunda bir xeyir var. Sən sadəcə başa düşmürsən. Ona görə bəzi sələflər deyədilər ki, biz Allah'a dua edirik, Allah'a dua edirik ki, Allah bizə nəsə versin. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Vəstəin billah", yəni Allahdan kömək istə. Yəni dua edirsən, deyir dua edir Allahdan istəyirik ki, Allah bizə nəsə versin. Deyir Allah dualarımızı cavab verəndə, o şeyi bizə verəndə sevinirik. Elhamdülillah. Mən Allahdan istədim, Allah onu verdi mənə. Deyir, hərdən də Allah cavab verməyəndə dualarımıza, deyir daha çox sevinirik. Nəyə görə? Çünki deyir, birinci halda mən Allahdan istədim, Allah mən istədiyimi verdi. İkinci halda isə Allah mənə vermədi mən istədiyimi. Öz istədiyini mənə verdi. Allah cavab vermədisə, mənim məsləhət idi verməmək, başqa şey mənə verəcək. Allahın istədiyi isə mənim istədiyimdən daha yaxşıdır mənim üçün. Yəni Allah mənə bunu vermədi, mənə Allah istədiyi kimi bunu verməsin. Məsləhət deyil mənim üçün. Ona görə Allah nə istəyir daha xeyirdir mənim üçün, nəyə ki mən nə istəyirəm. Başa düşdünüz? Ona görə də mömin adam heç vaxt üzülməməlidir. Heç vaxt. Və nə baş verir, hətta xoşuna gəlməsə, deyir ki, qadarullahu və mə şəfəəl. Nəyə görə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm sonra deyir, fəinnə ləv təftəhu əmələ şeytan. Çünki o söz ki var, kaş ki o olmaz, kaş ki mən onu eləyərdim. O deyir, şeytanın əməlidir. Şeytana qapı açır. Başlayırsan artıq Allahdan narazı olma. Niyə belə oldu? Belə gərək olmayaydı. Belə eləsəydim mən, bu olmazdı. Belə şey demək olmaz. Çünki Allah'a etiraz edirsən sən. Allah nə sənin üçün yazıb, nə baş verir, hamısında xeyir varsın. Lakin sən başa düşmürsən. Və həmişə Xıdırın, Musa aleyhissalamla olan o hadisə, hansı Kəhf surəsində gəlib, bilirsiniz çoxunuz. Həmişə onu xatırlayın. O 3 dənə əməl eləyir Xıdır. Əvvəl gəmini deşir, sonra uşağı öldürür, sonra qoymur ki, o kənd cəmaatı xəzinəyə sahib çıxsın. Baxın, Musa aleyhissalam, baxmayır ki, Peyğəmbərdir. Lakin o başa düşmədi. O Peyğəmbər, baxmayır ki, Peyğəmbər başa düşmədi. Deyir, sən niyə bunu edirsən? Açıq aydın zülümdür bu. Bu cəmaat bizi gəmidə bizə apardılar. Heç pul da götürmədilər. Götürürsən, deşirsən bunların gəmilərini. Görürsünüz, hətta Musa aleyhissalam bunu başa düşmədi. Lakin sonra ki, Xıdır onu baş saldı, nəyə görə bu əməllər elədi? Musa aleyhissalam başa düşdü. Nəyə görə bunu gətirir, qardaşlar? Yəni, Allahın qədərini çox başa düşmək olmur. Və lakin səndə yəqin olmalıdır ki, Allahın qədərində xeyri var. Necə ki, bu Musa hadisədə biz gördük, Xıdır nə eləmədi, hamısında xeyr var idi. Şimdi bu gəmi sağlam olsaydı, gəmini alacaqdılar, quldurlar. Və olubsa öldürəcəkdi bu insanları. Ona görə sənə əgər nəsə xoşuna gəlmirsə, o demək deyil ki, sənin üçün bu şərdir. Çünki bu olmasaydı, ondan da böyük bəla ola bilərdi. Ona görə həmişə Allahın qədərindən razı olmaq lazımdır. Görürsünüz necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur? Yədinə qadarullahu və mə şəfəəl. Bazı rivayətlərdə gəlir ki, qaddarallahu və mə şəfəəl. Allahın qədəridir. Yəni Allahın təqdiridir. Nə istəyir Allah eləyir. Nə demək nə istəyir Allah eləyir? Yəni
Bu dünya sahibi Allah'dır. Rəbb odur. Nə istəyir eləyir. Bu bir. İkincisi, Allahın əməlləri hamısı da xeyirdir. Hamısı da xeyirdir. Ona görə mömin gəlir həmişə Allah həmd eləsin. Hətta pis bir şey olsa. Görürsün, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşanda necəsən? Halı yaxşı olanda deyərdi elhamdülillah. Halı pis olanda deyərdi elhamdülillah alə kulli hal. Hər bir halda Allah'a həmd olsun. Həmişə Allahdan razı olurdu. Baxmayaraq ki, Rasulullah sallallahu aleyhi ve sellem 7 övladdan 6'sını itirdi. 6'sını özü bastırdı. Atasız, anasız yetim böyüdü. Nə qədər zülümə məruz oldu. Və s. nə qədər çətinlikləri gördü. Lakin həmişə Allah həmd edərdi. Həmişə Allahdan razı olardı. Həmişə Allahın qədəri ilə razılaşardı və sevinərdi. Ona görə alimlər deyirlər ki, nəsə başına gələndə səndən ən azı nə tələb olunur? Narazılıq bildirməmək, səbir etmək. İkinci mərhələ, daha güclü iman mərhələsi nədir? Yəni razı olmaq. Bir və səbir edirsən. Günah sözləri istifadə edilmirsən. İkinci hal, razı olursan. Deyirsən, ya Rəbbi, mən razıyam, sən mənə yazdın, razıyam bu qədərlə. Və üçüncü hal necə bəzi alimlər buyurur, Allah'a şükür etmək müsibətə. Şükür edirsən, deyir, ya Rəbbim, şükür olsun sənə, sən bu müsibəti mənə göndərdin. Nəyə görə? Çünki müsibətlər insanları günahlardan təmizləyir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, müminin başına nə gəlirsə gəlsin, hətta tikan batsa barmağına, səbir eləsə Allah onun günahlarını bağışlayır. Ona görə Allah subhanahu wa ta'ala müminin başına bəla göndərəndə o mümini sevir. Nə qədər insan var, əminəm ki, tanıyırsınız. Bəladan sonra namaza gəliblər. Bəladan sonra tövbə ediblər müəyyən günahlardan. O bəla onlar üçün neymət idi, rəhmət idi. Çünki o bəla olmayanda ayılmırdı o. Ona görə necə hədisdə gəlib, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub, müminin günahlarının cəzasını çoxsunu Allah subhanahu ta'ala bu dünyada verir. Nəyə görə? Təmizlənsin. Həm təmizlənsin, həm ayılsın qəflətdən. Günahı tərk eləsin. Allah istəyir səni. Əgər səni günaha görə cəzalandırırsa, Allah səni istəyir. Və kafirin və ya fasiqin onun isə əzabını həmişə saxlayır axirətə. Çünki istəmir ki, ayılsın. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərin birində buyurur ki, görsən ki, Allah sənə istədiyini verir və sən də günah etməyi davam edirsən. Deyir, fə'ləm ənəhul istidrac. Bil ki, o nədir? Tələdir, istidrac. İstidrac, yəni sənin üçün Allah subhanahu wa ta'ala tələ qurub. Sən o qədər günah eləmirsən ki, Allah istəmirsən, tövbə edərək gedəsən bu dünyada. Arxayın özünə olub, istədiyini eləyirsən bütün günahları, sonra birdən qəflətən dünyadan gələcəksən. Necə Allah subhanahu wa ta'ala başqa o qövmləri belə məhv elədi. Çünki əzab gələn vaxt olur, arxayındır ki, əzab heç vaxt gəlməyəcək. Oxuyun Quran-ı Kərimi, görəcəksiniz. Ona görə istəyirdilər. Deyirlər, denən Allahı göndərsin əzab başımıza. Yəqin oxuyursuz Quran-ı Kərimdə. Hamısı öz peyğəmbərlərinə belə xitab edirdilər. Nəyə görə? Çünki arxayınırdılar, güclü idilər. O da nədir? Allah subhanahu ta'aladan bir tələd olar, istidrac. Ona görə sələflərdən gələrdi ki, möminlərdən, müttəqinlərdən, sələflərdən gələrdi ki, deyir, mən Allah'a asi olanda onu dərhal görürəm. Hətta heyvanım, miniyim necə özünü aparır, görürəm. O hətta onu görsədir. Artıq mən qulaq asmır. Evdə, ailədə görürəm, yoldaşım mən qulaq asmır. Başa düşürəm. O da yəni Allah subhanahu wa ta'ala'nın əslində mömini sevməyidir. Əgər onun günahına görə dərhal ona əzab göndərir ki, o ayılsın. Ona Allah subhanahu ta'ala istəyir ki, Allah subhanahu ta'ala bizi möminlərdən, güclü möminlərdən eləsin. Necə bu hədisdə gəlib. O möminlərdən eləsin ki, xeyir işlərə, faydalı işlərə can açırlar, onlardan eləsin. Və həmçinin o möminlərdən eləsin ki, Allahın qədəri ilə həmişə razılaşırlar və həmişə Allah'a təvəkkül edirlər, özlərinə arxayın olmurlar, təvəkkül edirlər və xeyir işlərə can atırlar və nail olurlar. Allah sizdən razı olsun. Subhanallah, bihamdülillah, şəhədən təstəğfirullah və təala.